Azərbaycanda qeyri-hökumət təşkilatları ilə bağlı yenidən cinayət işinin başladılması hansı zərurətdən doğub? Söhbət bir neçə qeyri-hökumət təşkilatı rəhbərlərinə qarşı qeyri-qanuni vəsaitlər əldə etmə, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma və digər ittihamlarla başladılan cinayət işindən gedir. Bu ittihamlarla artıq Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı, Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Məmmədzadə həbs olunub. Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov ev dustaqlığındadır. ABŞ-ın Alman Marşal Fondunun Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli də QHT işi çərçivəsində istintaqa cəlb edilib, polis nəzarətindədir. Hətta 2021-2023-cü illər ərzində Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri olmuş, hazırda da nazirlikdə çalışan Günel Səfərova da istintaqa cəlb olunanlar siyahısındadır. Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli isə ölkədə olmadığından onun haqqında qiyabi həbs qərarı çıxarılıb və axtarış elan edilib. Təqsirləndirilənlər arasında bu ittihamları qəbul etmədiklərini, yaşananları vətəndaş cəmiyyətinə qarşı repressiyaların növbəti dalğası kimi qiymətləndirənlər var. Haqqında həbslə axtarış qərarı çıxarılan Sübhan Həsənli bu ittihamlara öz Facebook səhifəsində münasibət bildirib. Yazıb ki, ABŞ-ın FHI 360 Humanitar Təşkilatı və Müharibə və Sülh Hesabatı İnstitutu ilə müqavilələr bağlayıb, aldığı vəsaitlərin də vergi və sosial ödənişlərini dövlətə ödəyib. Vergiyə heç bir borcum yoxdur. Sosial ödənişləri, işsizlikdən sığorta hamısı ödənilib. O zaman bu pul necə qanunsuz olur? Necə cinayət yolu ilə əldə edilmiş olur? Hətta Dövlət Vergi Xidməti 2 dəfə bizim işimizlə bağlı yoxlama aparıb. Nəticəsi, heç bir problem yoxdur. Bəs indi niyə oldu? O zaman bu problemli olmayan şeylər niyə indi problemlidir? Əgər bu ödənişlər qanunsuz idisə, niyə Dövlət Vergi Xidməti yoxlama aparanda bizə demədi ki, ay insanlar, siz qanunsuzluqla məşğulsuz? Başdan ayağa bu iş quramadı. Sadəcə kim sərf etmir, həbs edilir. Deyəsi çox şey var. Amma hüquq yoxdur, təəssüf ki. QHT-lərə qarşı açılan yeni cinayət işi hazırda istintaq mərhələsindədir. Günahsızlıq prezumpsiyası məsələsi olsa da, bəzi hakimiyyətə yaxınlığı ilə tanınan media orqanları bu adamlar barədə artıq cinayətkar kimi danışır, sanki cinayətin detallarını açıqlayırmış kimi yazılar dərc eləyirlər. QHT rəhbərlərini xidmət müqaviləsi adı altında pərdələnərək qrant vəsaitləri almaqda, dövlət mənafeləri ziddinə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla bağlılıqda qanunsuz maliyyə əməliyyatları aparmaqda suçlayırlar. Hüquqşünas Səməd Rəhimli isə iddia edir ki, ortada hüquqa əsaslanan heç bir qanun pozuntusundan söhbət getmir. Xidməti müqavilə ilə haqqında danışılan fəaliyyət ölkə qanunlarına zidd deyil. Bank hesabına qəbul olunan, vergisi ödənilən bir dənə ödənişi və ya ödənişləri durub adlandırmaq ki, bunlar çirkli puldur, bunlar cinayət yolu ilə əldə edilibdir. Bu biraz artıq yəni həmin definisiyaların nə mənaya gəldiyini bilməməkdir. Amma əslində bu bilirik ki, söhbət burada bilməmək məsələsi deyil. Bu sadəcə olaraq hal-hazırda hüquqi müəyyənlik prinsipini pozmaqdır. Yəni dünənə qədər hamının icazə verilən və hamının da belə deyim, elədiyi bir şeyi bugün cinayət deyib cinayət iş açmaq absurddur. Yəni hüquqi olaraq bir əsaslandırma yoxdur. Amma siyasi olaraq əsaslandırması ondan ibarətdir ki, Amerika hökumətinin, Trump hökumətinin USAID-lə bağlı və digər xarici yardımla əlaqəli təşkilatlarla bağlı dağıdıcı ritorikası Azərbaycan hökumətinə sərf eləyir. Tək Azərbaycan hökumətinə də yox, repressiya aparan digər bölgə ölkələrinə də. Ona görə də onlar bundan faydalanmaq istəyirlər ki, yəni beynəlxalq səviyyədə bu repressiyaları legitimlik qazandırsınlar. Səməd Rəhimli onu da qeyd edir ki, öz təmizləmə siyasətinə nail olmaq üçün indi hakimiyyət hətta Qonqo, başqa sözlə dövlətin təşkil etdiyi qeyri-hökumət təşkilatlarını da lazım gəldikcə qurban verir. Deputat Cavanşir Paşazadə isə QHT-lərlə bağlı başlanan cinayət işində siyasi məqsəd axtarmağı əsassız sayır. Deyir ki, ortada maliyyə cinayətləri ilə bağlı şübhələr var və məhz onunla bağlı araşdırma gedir. Deputata görə qanun pozuntusuna yol verməyən istənilən QHT-nin fəaliyyətinə əngəldən söhbət gedə bilməz. Bugün də bilirsiniz ki, QHT-lər işləyir, hələ ki, onlar fəaliyyət göstərir. Mən elə bir onlara baskın, onlara bir hərəkət görmürəm.
Bundan öncə Azərbaycanda 2014-cü ildə də bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinə qarşı cinayət işi başlanmışdı. Həmin il bir sıra hüquq müdafiəçiləri Leyla Yunus, Arif Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov bu cinayət işi çərçivəsində həbs olunmuşdular. Onlar dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, vergidən yayınma və başqa əməllərdə ittiham olunsalar da, özləri ittihamları qəbul etmir, fəaliyyətlərinə görə cəzalandırıldıqlarını deyirdilər. Azərbaycan rəsmiləri isə bir qayda olaraq ölkədə heç kimin siyasi baxışlarına, peşə fəaliyyətinə görə təqib olunmadığını iddia eləyir. Amma hələ 2014-cü ildə həbs olunan bu QHT rəhbərlərinin konkret cinayət əməlinə görə yox, siyasi motivlərlə cəzalandırıldığı qənaətini Avropa İnsan Hüquqları Məhkəməsi də öz qərarlarında bildirib.